Bəli, abituriyentlər, növbəti sualımızda qarşınızdayam. Deməli, mövzu sentences that cannot be changed into the passive voice, yəni passive voice-ə çevrilə bilən və çevrilə bilməyən cümlələr. 32-ci suala baxacağam. Which sentences cannot be changed into the passive voice? Deməli, birinci qayda odur ki, bir cümlənin passive voice-ə çevrilməyi üçün əvvəlcə cümlədə tamlıq olmalıdır. Gördüyünüz kimi, birinci cümlədə tamlıq var, the letter, yəni məktub sözü. Sekreter məktubu yazdı. The secretary has typed the letter. Bunu tamlıq kimi, the letter tamlıqdır və onu mübtədaya çevirə bilərik. Ona görə də birinci variant düzdür. Suddenly the dog appeared at the door. Deməli, door burada tamlıq kimi görünə bilər, ancaq tamlıq deyil, o yer zərfidir. Yəni, bunu mübtəda kimi götürə bilmərik. Ona görə də ikinci variant gedir. The Browns left for the seaside for the weekend. Deməli, burada da gördüyünüz kimi tamlıq yoxdur. Buna görə də bu cümlə düz gəlmir. Alice used the new word in the sentence. Deməli, Alice yeni sözdən istifadə etdi. Yeni söz burada tamlıqdır. Buna görə də doğru cavab cannot be changed, yəni çevrilə bilməz. Bu səbəblə doğru cavab 2-3, yəni E variantıdır. Hamıya salamlar. Bugün 9 siniflər üçün 3 misal nümunəsi göstərəcəm. İlk öncə birinci misaldan başlayaq. Gördüyünüz kimi 2x bərabər 6-dırsa, burada böldüyüm zaman 3 olur və burada tənliyə qoyacaq. Y üstə gələk 3 vurulsun. 3 bərabərdir 14, y bərabərdir 14 çıxılsın 9, y-imiz də bərabərdir 5. Test toplusunu götürdüyüm misaldır və bu C variantıdır. İndi ikinci misal keçək. Gördüyünüz kimi y-lər eynidirsə, ixtisar edirik, toplayırıq. 2x bərabərdir. 4-dən bərabərlikdən sonrasına baxarkən 4-dən 6-ın üstünə gələndə eləyir 10. X də bərabərdir 5. Və bunu gedib bir misalın yerini qoyaq. Hansı x-i mən istəyirəm, birinci misalı qoya bilərsiniz. Siz istəsəniz hansını qoymaq istəyirsə qoya bilərsiniz. 5 üstə gələ y bərabərdir 4-dürsə, y də bərabərdir 4 çıxılsın 5, y də bərabərdir -1. Və göründüyü kimi bizdən vurma tələbi və x-imiz 5-dirsə, -1-dir və vurma tələb edilir. 5 vurulsun -1. Bu da eləyib -5. Variantımız Y variantı. Və keçək 8-ci misala. Gördüyünüz kimi y-lərimiz eynidirsə, 5x bərabərdir 50. 50-dirsə, x-imiz də bərabərdir 10. Və istədiyimiz bir misalı qoya bilərik.